Ay salam, axşamınız xeyir olsun mənim əzizlərim, necəsiniz, yaxşı olasınız. Bu arada biraz xəstələnmişəm. Allah şəfa versin mənə də və birazdan orucumuz açılacaqdır. Tutulan oruçlarınız da Allahdan qəbul olunsun. Allahdan arzu edirəm və mahnımdakı maşallah xoşunuza gəldi. İkinci mahnım da gəlir, o da olacaq. Bu arada mənim əzizlərim, ayın 18 Mart Gəncədə olan konsertimizlə bağlı bir balaca aşılama vermək istəyirəm. Bunun heç bir şeyə aidiyyəti yoxdur. Mən Allah qoysa ayın 9-da da Kürdəmir rayonunda konsertdə olacağım və sadəcə bir şey demək istəyirəm. Əzizlərim, səbəb bizim təşkilatçılarımızın özlərinin problemləri olduğuna görə bunlar bizim konsertimizi keçirdilər may ayına. Sadəcə tarixi sabah birisi gün açıqlayacaqlar və Atiket-də konsert biletlərimiz yenidən satış olacaq. Yəni ayrı heç bir problem yoxdur. Çox şükür ki, hər şey yaxşıdır. May ayında Gəncədə olacağım. Qoy may olsun. Deməli əzizlərim, iftara çox az qalıbdı, yəni mən ağrısam da orucumu pozmadım, tutdum. Niyəsə bu günlərim ama çox narahat idim də, yəni neçə gündə heç belə narahatçılığım yox idi. Bu günlərim ancaq üşüməm var, belə üşüyürəm, yəqin bu xəstəliyimlə bağlıdır. Narahat oldum biraz. Şükürlər olsun ki, bugünü tuta bildim. Nə qalıb ki, 4-5 gündən sonra oruç bitir. Hər şey çox yaxşıdır, çox şükürlər olsun. Allahımdan çox razıyam. Şükür ki, bu günlərim bu Ramazan ayını balalarımın yanındayım. Allah sizə can sağlığı versin. Tutduğunuz oruçlarınız qəbul olsun. Dualarınız qəbul olsun. Allah heç kəsi darda qoymasın. Allah hər zaman hamının köməyində olsun. Allah günahlarımızı bağışlasın. Allah bizi bütün çətinliklərdən qutarsın. Allah hər kəsin bağlı qapılarını açsın. Amin, amin, amin.